Hoş gördük. Mərhəmətli və rəhimli olan Allahın adıyla başlayıram. Bugünkü mövzumuz İslam dinində ən böyük günahlardan biri olan Allah barədə ümidsizlik, bədgümanlıq və bədbinlikdir. Bu günahın böyük günahlardan olmasının dəlili Quran-ı Kərimin aşkar ayələri və Peyğəmbər əleyhissalamın bu günahı ən böyük bəzən 6-cı, 7-ci günah olaraq göstərməsidir. Bu konkret bir əməli ehtiva etmir. Bu ümumiyyətlə insanın bütün hərəkətlərinin, niyyətlərinin xüsusiyyətini müəyyənləşdirən bir hissdir. Bu his Allahdan ümidi üzməkdir, onun ilkin səviyyəsidir. Bunun daha ağır formaları var, daha asi formaları var ki, bunlar da ümidsizliyin bədgümanlığa və bədbinliyə çevrilməsidir. Bədbinlik artıq həyat tərzidir və ümidsizliyin daha növbəti pis formalardır. Ümidsizlik isə bu günahın ilkin formalarındandır. Nədir bu ümidsizlik? Bəzi insanlar günahlarının çox olduğu səbəbindən Allahın onu bağışlamayacağını düşünür və fikirləşir ki, günahlarım çoxdur, onsuz da Allah məni bağışlamayacaqdır. Bu günah əfsus ki, cəmiyyətdə böyük günah kimi tanımır və mən əminliklə bildirmək istəyirəm ki, bu günahı müsəlmanların böyük əksəriyyəti ümumiyyətlə böyük o günah olduğundan xəbəri yoxdur. Allahdan ümidsizlik bu günahın ilkin mərhələsidir. Yəni Allahdan əlini üzmək, Allahdan imdad diləməmək və özünü Allahın mərhəmətindən kənarda bilmək deməkdir. Allah Teala bir Quran ayəsində buyurur ki, Allah özünə mərhəmətli olmağı yazmışdır. Allah mütləq ədalət sahibi və ədalət sahibi olduğu kimi həm də mərhəmət sahibidir. Allahın mərhəməti olduqca tükənməzdir, onun sərhədləri yoxdur. Allah Teala'nın bağışlamayacağı ümumiyyətlə günah yoxdur. Quranda bəzi ayələrdə bildirilir ki, Allah şirkdən başqa bütün günahları bağışlayar. Bəziləri əfsus ki, bunu səhv anlayırlar və elə bilirlər ki, bu dünyaya aiddir. O ayə bu dünyaya yox. Yəni o şəkildə Allaha şirk qoşmuş, onu inkar etmiş, asi olmuş şəkildə insanın dünyadan getdiyi axirət halına aiddir. Bu dünyada isə insan hətta Allahı inkar etsə belə, şərik qoşsa belə tövbə halında, səmimi tövbə halında Allah onu günahlarını bağışlayandır. Əfsus ki, bəzi insanlar ümidsizliyə qapılır və Allahdan ümidlərini kəsirlər. Düzdür, burada Allaha atılmış şər də var. Çünki Allahın mərhəmətsiz bilmək, Allahı onu bağışlamayacağını iddia etmək Allaha qarşı yalan bir iftiradır. Allah Teala Quran-ı Kərimin Yusif surəsinin 12-ci surənin 87-ci ayəsində Yaqub Peyğəmbərin dili ilə onun oğullarına, Yaqub əleyhissalam oğullarına müraciət edir və bildirir ki, oğullarım gedin Yusifdən və qardaşından Binyamindən bir xəbər bilin. Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər. Gördüyümüz kimi ayədə aşkar surətdə Allah Teala bildirir ki, Allahın mərhəmətindən ümidini üzənlər kafirlərdir. Deməli, bu insanların kafirlik həddində olmaları Quran ayəsi ilə də sabitdir. Lakin bu, əvvəldə də dediyimiz kimi, bu günahın ən şiddətli halı deyil. Bundan daha da ikinci şiddətli hal bu bədgümanlıqdır. Yəni, bəd pis deməkdir, pis güman, pis ehtimal vermək, pis zənn güman deməkdir bu günah. Bu isə Allahı artıq pis işlərdə ittiham etmək və onu günahlandırmaqdır. Bu artıq insanın ümidsizlikdən daha həyasız halıdır və nə qədər demək də mümkünsə, bəli, mümkündür. Çünki Allahı etmədiyi işlərə görə, tutaq ki, bir insanın başına gələn yaxınlarının vaxtsız ölüm, müəyyən fəlakətlər, bəlalar,
cəmiyyətdə ədalətsizliklər, kütləvi qırğınlar və sair hallarda insan Allahı günahlandırır və bütün bu işlərdə əgər fikirləşir ki, Allahın əstəğfurullah ədaləti olsaydı, bu işlər baş verməzdi. Bu artıq nəinki cəhalət, bu artıq böyük nadanlıqdır və insanın həyasızlığıdır. Nədir bu həyasızlığın təməli düşüncəsi? Yəni Allah Təala əvvəlki biz İslam əqidələri barədə, İslamı qəza qədər barədə danışanda da bildirmişdir ki, Allah insanı robot deyil, mələk deyil. Mələkdə bildiyimiz ki, mələklərin nə cinsiyyəti var, nə nəfsi var, nə də onlar iradə azadlığına sahib deyirlər. Allah Təala insanı iradə azadlığına sahib yaratmışdır və ona pisi, yaxşını göstərmişdir peyğəmbərləri və kitabları vasitəsilə və insana günahlarına görə cəzalanacağını və yaxşı əməllərinə görə mükafatlanacağı vədini vermişdir və insanı xəbərdar etmişdir. İnsan qismən azad yaradılmışdır. Bunlar geniş mövzulardır, qədər məsələsidir. Biz o məsələlərə girmək istəmirik. Lakin insan qədərinə razı olmayıb, özünün və ətrafının günahkar olma ehtimalını belə aradan qaldıraraq hər işdə Allahı günahlandırması və təbiətdə baş verənlərin heç birinin özünün və cəmiyyətin, ətrafdakıların günahkar olmasını fikirləşməməsi bu insanın iyrənc həyasızlığa sahib olması deməkdir. Və Allah Təala Quranın bir çox ayələrində bildirir ki, və sizin etdiyiniz pis əməllərə görə quruda və suda bir çox bəlalar, fəsadlar əmələ gələr. Bu insanların deməli İslam dini barədə müəyyən qədər məlumatları yoxdur, öz dinlərindən uzaq düşmüşlər, Allahın kitabını oxumamışlar. Ona görə də Allahı bütün pis işlərdə bu işlər niyə mənim başıma gəldi deyə Allaha asi olmaqdır ki, bu da bu günahın ikinci ən çirkin cəsarətli halıdır. Bu günahın ən pis halı artıq deməli insanın bu halın qalıcı hala çevrilərək bədbinlik halında yaşaması deyilir. Bəd yenə də pis fars sözüdür və bin görmək deməkdir, yəni pisi görmək deməkdir. Bu hal artıq psixoloji bir xəstəlikdir və insanın daim ətrafında pisi düşünməsi, heç bir yaxşı şeyi düşünməməsi və insanlar yaxşı danışanda o dərhal pisdən danışması və heç bir yaxşılığı görməməsi. Yəni insanın tamamilə nankor halı, əgər bədgümanlıq halı insanın hər hansı bir hadisəyə və insanla bağlı məsələlərdə konkret bir məsələyə aid fikri olduğu halda, bədbinlik isə insanın birbaşa xarakterinə, xüsusiyyətinə artıq çevrilən bir hissdir ki, bu hiss insanda olan bütün yaxşı hissləri öldürür və onu yalnız pis gümanda, pis fikirlərlə yaşamağa təlqin edir. Biz deməli, bütün bu dediklərim gümanla, ehtimalla bağlı olduğuna görə, hörmətli izləyicilər, biz mütləq şəkildə bu ehtimal barədə və bir məsələnin doğru olub olmamağı barədə olan 3 haldan danışmalıyıq. Məntiq elminə görə bir məsələnin doğru olub olmamağı barədə insanda bildiyimiz kimi 3 hal ola bilər. Bu şək, şübhə, zənn, güman və yəqin hallarıdır. Şək, şübhə halına izah verək. Bu hal insanda iki bir-birinə əks və ya zidd olan iki hökmün hər ikisinə eyni dərəcədə ehtimal verilməsi deməkdir. Yəni, bir məsələnin doğru olub olmamağı barədə insan heç bir fikrə sahib deyil. Nə bir fikrin, nə də digər fikrin haqqında daha çox ehtimala sahib deyil. Bu, sanki tərəzinin bir gözünə qoyulan çəkilər düz gəlmişdir və hər iki gözü eyni ağırlıqdadır. Yəni, insan bu halda qalması, əgər Allaha və onun qayda qanunlara qarşı insanın bu halda olması, bu küfr halıdır və kafirlik halıdır. Adi məsələlər barədə isə insanın heç bir fikrinin olmaması halıdır. İkinci zənn, güman isə insanın hər hansı bir məsələdə bir-birinə əks və ya zidd olan iki hökmdən birinə
daha çox ehtimal verməsi halıdır. Məsələn, 100%lik cədvəl üzrə bir məsələyə, bir hökmə 30%, digərinə isə 70% ehtimal vermək deməkdir ki, bu da tərəzinin bir gözünün 30%-in yüngül, digərinin isə 70%-in ağır gəlməyi deməkdir ki, bu zənn gümandır və ehtimaldır və ehtimalın bir tərəfinə daha çox inanmasıdır insanın və yaxud da nəfsinin, istəyinin həmin məsələyə köklənməsidir ki, bu da yalnız burada həm şək-şübhə halında insanın, həm də zənn-güman halında məsələ yalnız ehtimala əsaslanır. Burada yəqindən qətiyyən söhbət gedə bilməz. Biz bu halda mütləq bildirməliyik ki, zənn-güman halı özü də iki yerə bölünür və bunlar biri sui-zənn adlanır, İslam dinində bu haramdır, digəri isə hüsnü zənn adlanır. Bu da yaxşı zənn deməkdir, zənn ehtimal deməkdir. Deməli, əvvəldə də bildirdiyimiz kimi pis ehtimal, pis bədgümanlıq haramdır, yəni sui-zənn deməkdir. Burada da mütləq şəkildə deməli hər bir ehtimalın, birinci bildirək ki, hörmətli izləyicilər, hər bir ehtimalın içərisində potensial bir yalan vardır. Peyğəmbər Əleyhisselamın da bu barədə məşhur hədisi var. Yəni Peyğəmbər Əleyhisselam buyurur ki, bədgümanlıq yalanların yalanıdır. Yəni içərisində yalan vardır Peyğəmbər Əleyhisselam bildirdiyi kimi, çünki bu heç bir dəqiq dəlilə, tutarlı, əsaslı dəlilə əsaslanmayıb insanın özünün nəzərinə, fikrinə və müəyyən dərəcədə nəfsinin hökmünə əsaslanır ki, və bu da insanlar barədə olan məsələlərə, hadisələrə bağlı insanın düşüncələrinə pisi fikirləşmək qadağandır. Bunun da əksinə olaraq İslam dinində hüsnü zənn, yəni yaxşı zənn etmək, ehtimal onsuz da ehtimal olunursa ki, hansı ki bu ehtimal Quran ayəsinə görə heç vaxt həqiqət ola bilməz. Allah Teala bizə hüsnü zənn etməyi, yəni insanlar haqqında yaxşı düşünməyi bildirmişdir ki, bu sözün də dilimizdə qarşılığı nikbinlikdir. Bu da fars sözüdür. Yəni yaxşını düşünmək, görmək deməkdir, bin görmək deməkdir. Nik yaxşı, yəni yaxşını görmək və optimizm deməkdir ki, bu da hadisələrə, məsələlərə yaxşı düşünmək tərzidir. Yaxşı yanaşmaq tərzi hesab olunur və Allah Teala bunları buyurmuşdur bizə ki, biz pis insanlara qarşı pis düşüncədən uzaqlaşaq. Bundan sonra deməli insana bir məsələnin doğru olub olmaması barədə üçüncü hal gəlir. Bu da yəqin halıdır. Yəqin halı insanın bir-birinə zidd olan, əks və ya zidd olan iki hökmdən birini 100%lik qəbul etməsi və digərini isə 100%lik inkar etməsi deməkdir. Yəni biz tutaq ki, Allaha olan münasibətimizdə biz onu 100%lik yəqinlik halında qəbul edirik və onun olmaması və şübhə, digər zənn, güman hallarını isə 100%lik inkar etmiş oluruq. Yəni zənn, gümanın deməli haram olan və halal olan tərəflərində danışmaq istəyirik. Yəni sui-zənn olan hissəsi niyə haramdır? Allah Teala bunu niyə haram bilmişdir? Deməli, zənn, güman, şək, şübhənin qalan 50% deməkdir ki, həmin 50%-in, hörmətli dinləyicilər, 25%, yəni şək, şübhəyə yaxın olan hissəsi haramdır. Deməli, Allah Teala Əl-Hucurat surəsinin deməli 12-ci ayəsində bildirir ki, ey iman edənlər, çox zənn, gümana qapılmaqdan çəkinin, çünki zənnin bəzisi günahdır. Yəni zənnin hansı hissəsi günahdır, hörmətli izləyicilər, xahiş edirəm bura diqqətlə qulaq asın. Allah Teala deyir ki, zənnin hamısını demir. Deyir ki, zənnin bəzisi günahdır. Zənnin həmin yerdə qalan şkala üzrə 50% əgər şək şübhədən ibarətdirsə, 50% də ehtimaldan ibarətdir. Həmin ehtimalın 25% hansı ki şək şübhəyə yaxın birinci hissəsi haramdır. Yəni o deməkdir ki, bu heç bir dəlilə
əsaslı, tutarlı dəlillə əsaslanmadığı üçün Allah Taala deyir ki, çox zənnə gümana qapılmaqdan çəkin. Çünki zənnin bəzisi, yəni bu hissəsi, şək şübhəyə yaxın hissəsi yalnız sənin nəfsinə əsaslandığı üçün, heç bir dəlillə əsaslanmadığı üçün haramdır və bu sui zənn adlanır və Allah Taala bundan bizi çəkinməyi buyurmuşdur. Yerdə qalan deməli 25%, bu 75%-dən 100%-ə qədər olan ki 25%-dir və bu 25% isə günah deyil. Yəni burada müəyyən qədər artıq dəlillər olmuşdur. Bu ehtimalların içərisində müəyyən qədər dəlillər vardır. Bir insanı tutaq ki, bir məsələdə ittiham eləmək və yaxud da bir məsələyə, bir ehtimala üstünlük vermək üçün insanın əlində müəyyən qədər səbəblər vardır və bu səbəblər ümumiyyətlə insanı inkişaf elətdirmək, elmi tərəqqi, elmi nailiyyətlər bunun üzərində qurulmuşdur. Həmin ehtimalın üzərində qurulmuşdur ki, bu da suizən deyil, bu hüsnü zənn adlanır. Yəni insanlar haqqında yaxşını düşünmək. Onsuz da ehtimalın içərisində yalan var, lakin bu 25%-in içərisində müəyyən qədər insanın əlində dəlil olduğuna görə Allah Taala bu hissəni, zənn gümanın sonuncu, yəqinə yaxın hissəsinin müəyyən qədər dəlil və sübut olduğuna görə o hissəni halal buyurmuşdur və hüsnü zənn adlandırılmışdır ki, yəni hadisələrə insanlarla münasibətdə insanlar pis fikirləşməsin, onlar haqqında yaxşını düşünsün. Deməli, bədgümanlığın da sərhədləri vardır. Bədgümanlıq qanunlarda keçərlidir. Lakin xüsusi hallar mövcuddur ki, İslam şəriətinin bütün hökmlərini zəruri hallarda qüvvədən salan hallar mövcuddur ki, bu müharibə, təbii fəlakət hallarıdır. Yəni, ölüm təhlükəsi zamanı insanın bədgümanda olması elə də günah deyil. Bu insanı şübhəyə salması və onun hadisələri yoxlaması ilə şərtlənir ki, bu da haram deyildir. Deməli, Allah Taala Əl-Hucurat surəsinin 49-cu surənin 6-cı ayəsində bildirir ki, ey iman edənlər, əgər bir fasik sizə bir xəbər gətirirsə, dərhal yoxlayın. Yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız. Nə deməkdir? Əfsus ki, bu düşüncə tərzi müasir dövrümüzdə də insanlarda geniş yayılmışdır və onlar bir məsələ barədə müxtəlif vasitələrdən, internet vasitələrindən, sosial şəbəkələrdən bir məsələni araşdırmamış bir insanı ittiham eləmək artıq insanlarda bir xüsusiyyətə çevrilmişdir və Allah Taala da ayədə buyurur ki, ey iman edənlər, sizə bir fasik xəbər gətirsə, yəni adi insan demir. Allah Taala buyurur ki, fasik xəbər gətirsə, yəni fasik mütəmadi bir günahı edən, Allaha asi olan insandır. Yəni eyni günahı aşkarcasına hər gün mütəmadi şəkildə edən insana fasik deyilir. Əfsus ki, dövrümüzdə hörmətli izləyicilər, yəni müsəlmanlar da içərisinə daxil olmaqla, yəni biz elə bir hala gəlib çatmışıq ki, biz sosial şəbəkələrdə bir xəbəri eşitdikdə, o xəbəri verən hətta əxlaqsız biri olduğu halda biz onu həyasızcasına bu xəbəri yayan insanın yoxlamadan, onun kimliyi barədə şübhəyə düşmədən biz dərhal onu başqalarına yayırıq və bilməliyik ki, bu barədə Allahın ayəsinin əksinə getmiş oluruq və fasiqin yaydığı bu xəbəri biz yaymaqla mükəlləfik və bundan ötürü cavab verəcəyik. Allaha şükürlər olsun ki, bir neçə gün bundan qabaq dövlətimiz də belə bir qərar qəbul etmişdir. Sosial şəbəkələrdə əxlaqsızlığın yayılması haqqında müəyyən tədbirlər görülmüşdür və bu tədbirlər uzun zamandır gözləntilərdən sonra həyata keçirilən tədbirlər sırasındadır və alqışlanandır. Yəni, bir əxlaqsız bir insanın sosial şəbəkələrdə bir başqa insanları, kütləvi, xalqı ümumiyyətlə
böyük insan kütlələrin təhqir etməsi, onları aşağılaması haqqında ümumiyyətlə belə bir boşluq var idi ki, bu boşluğu da bu şəkildə doldurulması və onlara əvvəl cərimə, sonra isə hətta azadlıqdan məhrum etmə də nəzərdə tutulur ki, bu insanlar artıq müəyyən məsuliyyət daşısınlar. Bizim söhbətimiz onlar barədə deyil, biz onlara qulaq asan insanlar barədə danışırıq ki, insanlar zənn, gümana qapılmaqdan olduqca xoşlanırlar və heç bir əsas olmadan bir insanın haqqında yayılan yalancı, bir fasiqin, bir əxlaqsızın yaydığı fikirləri cəmiyyətdə yaymaqla biz məsuliyyət daşıyırıq və bu işlərdən nə qədər uzaq olsaq da bugünkü söhbətimizin mövzusu olan bu günaha mürtəkib olmayaq və ətrafımızı da inşallah bu yöndə həm xəbərdar edək, həm də uşaqlarımızı və ailəmizi bu yönündə tərbiyə edək. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.